Gaz ver. Söndü. Bu səs gəlirsə motorda, yəni qəti şəkildə sürmək olmaz. Yəni bu səsi eşitdinsə, maşını saxla, servisə gətir, qoy baxsınlar. Deməli, nəyin səsidir? Motor söküləndən sonra göstərəcəm sizə. Yəni, diaqnoz demişim müştəriyə, şatunu səs eləyir. Yəni, bu motorlarda xəstəlikdir. Yaxından çək, göstərim hansı maşın motordur. 2 turbodur, GDI motorlar. Yəni, xəstəlik deyəndə ki, müəyyən probyektdə açıb şatun nüqadışları dəyişmək lazımdır, kolsalarını dəyişmək lazımdır. Əl gəzdirmək lazımdır ki, bugünkü gündə motor bu günə qalmasın. 150-180 mindən sonra bu 2 turbodur, bu nasoslu motorlarda açılmalıdır motor. Şatun nüqadışlara baxılmalıdır, mütləq şəkildə. Nasosun üstünə atırlar ki, nasosa görə motor dağılır. Yəni, dəxli yoxdur, nasosluqdur. Şatun nüqadışlarının üzü gedir, ondan sonra başlayır, struşka verir, nəticədə də bu hala gəlib çıxır. Onsuz da ki, 150 mindən sonra bunlar yağ azaldır. 5000, 6000, 1000 litr, 1 litr zat yağ azaldır. Yəni, açıb həm onu düzəltdirsən, həm də ki, qladışları dəyişsən 1900-2000-ə başa gəlir. Amma bu vəziyyətdə bilinmir hələ, içindən nə çıxacaq. Gəl, burada göstərim yığılan motorları da. Yəni, bunları da göstərirəm ki, fərqi yoxdur. Bax, qardaş dizeli satıb, gedib benzin alıb ki, göyə rasxod olmasın, xarab olmasın. İndi dizeldə sep səs eləyir, misal gibi 600-700 mada düzəltdirsən, hava sistemi tutulur, 140 mada düzəltdirsən, amma motor dağılmır, yağ azalma olmur. Düzdür, dizellə motor dağılır, hansı ki, orada da yığılır. Çək onu da göstər. Fərq eləmir, amma vaxtında qulluq eləməsən, belə nə motor olur olsun, sabah gün dağılacaq, problem yaradacaq sənə. İndi o maşına da diaqnoz qoymuşuq sökülmədən. Şatonlu kladışları vurub. Sökəndən sonrasını da göstərəcəm ki, həqiqətən diaqnozumuz düppədüzdür. Bizim servisdə yığılan motora da, yəni zəmanət verilir. Söhbət də olanməz ki, o motor yəni dağılmaq söhbətindən gedənməzdir, amma hansı ki, yenə deyirəm, vaxtı-vaxtına qulluq eləmək lazımdır. Sən yağın dəyişmə, 6000-də dəyişməsən, 20 000 sür, nə bilim, apar benzin motoru, mən həmişə deyirəm, bir düzünə qovmaq olmaz. Bir düzə qovala dağıt motoru, sonra denən ki, ha, bu motor pisdir, o birisi yaxşıdır.